Salam değerli izleyiciler. İndi sizə 12 oktyabr 2025-ci il tarixində OTK tərəfindən keçirilmiş 9-cu sinif buraxılış imtahanın riyaziyyat suallarının izahını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualdan. 31-ci sual. İfadəsinin qiymətini tapın. Əvvəlcə nəyə baxırıq? Baxırıq ki, 11,3 ortaqdır. Bunu ortaq vuruq kimi mütərizə xaricində çıxarsaq, 11,3 vurulsun 7,2 üstəlik 2,8. Bu da bərabərdir. 11,3 vurulsun 7,2'nin üzərinə 2,8 gəlsək 10 olacaq. Bu da bərabərdir. 11,3'ü 10'a vuran zaman vergül yerini sıfırların sayı qədər sağa dəyişəcək. Yəni olacaq 113. Yəni doğru cavabımız burada olacaq B variantı. İkinci sualımız, yəni 32-ci sual. 1 kilogram 1 tonun neçə faizidir? 1 ton 1000 kilogram olduğu üçün 1000 kilogram. İndi mən tapmalıyam ki 1 kilogram 1000 kilogramın neçə faizidir? 1'i 1000'e bölüb vurmalıyıq nəyə? 100'e. Bu da bərabərdir 1 bölü 10 alınır. Yəni 0,1 faiz. Yəni doğru cavabımız olacaq D variantı 0,1 faiz. 33-cü sual, yəni 3-cü sualımız. Ayın parçasının orta nöqtəsi N, ayın parçasının orta nöqtəsi N deyir. Yəni mən bura X desəm, burada X-dir. NK parçasının orta nöqtəsi M, NK'nın orta nöqtəsi M olduğu üçün deməli MK da X olacaq. NB parçasının orta nöqtəsi isə K olarsa, demək burada X olacaq. Ayın NB nisbətini soruşur. Ayın bizdə X-dir. NB isə 3X-dir. Bu da olacaq, X-lər gələcək 1'in 3'ə nisbəti. Yəni doğru cavab olacaq burada B variantı. Növbəti sualımız 34-cü sual. A'nın hansı qiymətində bərabərlik doğru olar? A rəqəmdir. Əvvəlcə nə etməliyəm burada? 950'dən çıxmalıyam 3'də 1'i. Bu da 9'da 50 çıxılsın 3'də 10. Sürəti də məxrəci də ikinci kəsrin. Sürət məxrəcini 3'ə vursam 9'da 50 çıx 9'da 30. Bu da bərabərdir nəyə? 9'da 20. Bu da edir 2,9'da 2. 2,9'da 2'ni belə yazacaq. 2,4'da 2 yaza bilərik. Deməli A tam dövrdə A bərabərdir 2,4'da 2. Buradan görünür ki A neçədir? A 2'ye bərabərdir. Doğru cavab D variantı. 35-ci sual. 12'nin natural bölənləri çoxluğu A, 12'dən kiçik saddə ədədlər çoxluğu isə B olarsa, A ilə B-nin kəsişməsinin element sayısını soruşur. 12'nin natural bölənləri çoxluğu A verib. Yəni 1'dir, 2'dir, 3'dür, 4'dür, 6'dır, bir də 12. 12'dən kiçik saddə ədədlər çoxluğu B. B də bərabərdir saddə ədədlər. Deməli 2'dir, 3'dür, 5'dir, 7'dir, bir də 11. 12'dən kiçik saddə ədədlər bunlardır. Yəni burada kəsişmə deyir. Aynənin kəsişməsi. Baxaq ki ortaq 2 var. Bir də ortaq nə var? 3 var. Deməli bizə kəsişmə element sayısı soruşduğu üçün doğru cavab olacaq Y variantı. 2 element ortaq olduğu üçün cavabımız burada Y variantıdır. 36-cı sual. Sual belədir. Uzunluğu 48 km olan yolun 6'da 5 hissəsi asfaltlandıqdan sonra yolun asfaltlanmayan hissəsinin uzunluğunu tapın. Deməli 6'da 5 hissəsi asfaltlanıbsa 1'dən 6'da 5'i çıxsam 6'da 1'i qalıb. Deməli asfaltlanmayan isə 6'da 1'idir. Yolun da uzunluğu verib 48. 48'in 6'da 1 hissəsini tapmalıyam. 48'i vururam 6'da 1'ə. Burada 6 ilə 48'i qısar gələcək. Burada 1, burada 8. Və nəticə burada qalacaq 8. Yəni, doğru cavabımız burada nədir? 8'e bərabərdir, yəni B variantı.
42-ci sual. Sanki biraz çox getdi. Hə, səhvlərin yeri dəyişib. Ziyan yoxdur, qayıdacaq geri. O zaman 37-ni izah edeyim. A B-yə paraleldir. C isə nədir? Kəsəndir deyir burada. Alfa ilə beta 2-7 nisbətindədir. Yəni alfanı bizə verib burada. Alfanı verib 2K. Beta'nı da verib 7K. Burada nəyə baxırıq? Buradakı alfa bucağı ilə buradakı bucaq daxili çarpaz bucaqdır. Yəni burada olacaq alfa. Alfa ilə beta alanda qonşu bucaqlar. Qonşu bucaqların cəmi 180 dərəcədir. Yazırıq 2K plus 7K bərabərdir 180 dərəcəyə. 9K bərabərdir 180 dərəcə. K bərabərdir 20 dərəcə. K-nı tapdıq 20 dərəcə. Bizdən də beta'nı soruşduğu üçün beta'nı soruşur. Beta da 7K'dır. Beta olacaq 7 vurulsun 20 dərəcə 140 dərəcə. Yəni doğru cavabımız olacaq C variantı 140 dərəcə. Otuz 8. Kəsişməsi boş olmayan A və B çoxları üçün şifrlənmiş hissədə olan elementlərin sayına uyğun ifadeləri müəyyən edin. Birinci doğrudur. A çıxan element sayısının B çıxan element sayısının cəmidir. Bəli. Yəni buradakı bu hissə A çıx B'dir. Bu hissə də B çıxadı. Yəni bu şifrlənmiş hissələr. Sonra deyir ki A-nın element sayısı, yəni B-nin element sayısı çıx kəsişmə. Çıx kəsişmə. Bu yanlışdır. İkincisi aid deyil. Aynen A'nın element sayısı, B'nin element sayısı. Bu A olan hissə 2 dəfə sayılır, bir dəfə çıxılır, amma bir dəfə qalır ortada. Deməli, ikincisi yanlışdır. Sonra A ilə B-nin birləşməsindən kəsişmənin çıxmaq lazımdır. A ilə B-nin birləşməsindən kəsişmənin çıxmaq lazımdır. Bu da doğrudur. Yəni, bu da doğrudur. A ilə B-nin birləşməsindən, yəni hamısı rənglənəcək. Kəsişməni bax hissəni çıxsan, verilən hissəni verəcək. Deməli 1-3 nədir? Doğru cavabımızdır. Yəni D variantı. 39. A tək B cüt olarsa, hansının qiyməti tək ədəd olar? Baxın, B cüt. B cütdürsə, AB hansı cüt olacaq? Deməli bu cütdür. Baxın, A tək. A tək 2A nədir? 2A olacaq cüt. B də cüt. Nəticə olacaq cüt. A tək. Baxın, A tək 2A nədir? Yəni qüvvətin önəmi yoxdur. Yəni qüvvətlərə baxmağa ehtiyac yoxdur. Deməli bu cüt, burada cüt. Nəticə nə olur? Yenə cüt olacaq. Baxın doğru cavab nədir burada? D variantı. A təkdir, B cütdür. Təklə cütün cəmi tək olacaq. Təkin də istənilən qüvvət tək olacaq. Yəni doğru cavabımız burada nədir? D variantında verilib. Doğru cavab D variantı. 40-cı sual. İfadəsinin qiymətini hesablayın. Deməli 3 tam 4'də 3 vur 15'də 8 üstəgəl 2 tam 6'da 1 vur 26'da 3. 3 tam 4'də 3'ü çevirəm düzgün olmayan kəsrə. 4'də 15 vurulsun 15'də 8 üstəgəl 2 tam 6'da 1 6'da 13 deməkdir. Vurulsun 26'da neçə? 26'da 3. Bura baxırıq ki 15'lər ixtisar gedəcək 1 1 8 ilə 4 ixtisar 1 burada 2 13 ilə 26 ixtisar gedir. Burada 1 burada 2 6 ilə 3 ixtisar gedəcək burada. Burada 1 burada 2 və nəticədə bizdə nə qalır? 2 plus 4'də 1 2 plus 4'də 1 bu da eləyəcək 2 tam %25. Yəni doğru cavab olacaq B variantı 2 tam %25. 41-ci sual. Deyir ki, AB və CD düz xətləri O nöqtəsində kəsişir. AOD ilə BOD-nin fərqini verib 30 dərəcə. Burada BOD mən x desəm, BOD x desəm, AOD olacaq x plus 30. Yəni bura olacaq x plus 30. Baxırıq ki, bu iki bucaq nədir? Qonşu bucaqlardır. Qonşu bucaqların cəmi, yəni x deyil x plus 30 bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 150 dərəcəyə. X bərabərdir 75 dərəcə. X bərabərdir 75 dərəcə. Bizdən soruşur BOC. BOC. BOC də AOD ilə qarşılıqlı bucaq olduğu üçün burada olacaq x plus 30. X-i 75 tapdığımız üçün
75'in üzərinə 30 gələndə cavab olacaq 105 dərəcə. Yəni doğru cavab burada 105 dərəcəyə bərabərdir. İndi əvvələ qayıdaq. 42-ci sual. 7-yə böldükdə natural qismət 4 olan ən böyük natural ədədi tapın. Baxın, burada ən rahat yol nədir? Bu şəkildə yazsaq daha rahat olacaq. Üzürlü sayın deməli. 7-yə böldükdə natural qismət 4. Natural qismət 4. Deməli, qalığa deyirəm y, bölünənə deyirəm x. Deməli, x bərabərdir 7 vurulsun 4 plus y-ə. İndi biz bilirik ki, qalıq böləndən kiçik olmalıdır. Yəni, y mütləq 7-dən kiçik olmalıdır. X-in ən böyük qiymətini soruşduğu üçün y-i maksimum götürməliyəm. Y-in də maksimum qiyməti 6-dır. X bərabər olacaq 28 üstəgəl 6, 34. Yəni, doğru cavab burada B variantı 34-ə bərabərdir. 43-cü sual. 70 dərəcəli bucağa qonşu olan bucağı tapın. Olimpiada sualıdır. Deməli, olacaq 110 dərəcə. Cəm 180 olduğu üçün 180-dən 70-i çıxacaq. 44-cü sual. A, B və C müsbət ədədləri üçün 3A, 4B, 5C bərabərdir. Yəni 3A, 4B, 5C bir-birinə bərabərdir. B plus C bölünsün açıq B ifadəsinin qiymətini soruşur. 145-in əköbü 60-dır. Buna 60K desəm, A olur 20K, B olur 15K, C də olur neçə? 12K. B plus C bizə verəcək 27K. A çıx B ilə bizə verir 5K-nı. K'lar gedəcək burada, ixtisar olunur. 27-nin də 5-ə nisbəti bizə verir 5,4-ü verir. 5,4. Yəni, doğru cavab olacaq burada Y variantı 5,4-ə bərabər. 45-ci sual. A və B natural ədədləri üçün deməli, A-nın 3-ə nisbəti bərabər 4-ün B-yə nisbəti olarsa, A plus B cəminin ən böyük qiymətini tapın. Burada nəyə baxırıq? Tənasübdür. Kənar hədlərin hasili orta hədlərin hasilə bərabərdir. Yəni, A vurulsun B bərabər nəyə? 12-yə. İndi, A vur B 12-dir. Onda belə yazırıq. A, B. Burada yazıram A plus B. Hasil 12, 1-dən 12 olacaq. Cəm neçə olacaq burada? Cəm 13. Sonra hasil 12, 2-dən 6, cəm 8. Sonra 3-dən 4, cəm 7. Sonra bunların yerləri dəyişir, amma cəm dəyişməz. Yəni, aynen ben yeni dəyişsəm burada, amma cəm dəyişməz. İndi cəmin ən böyük qiyməti buradan görünür. Ən böyük qiymət neçədir? 13. Yəni, doğru cavab nədir? A variantı. 46. 3 elementi olan A çoxluğu 5 elementi olan B çoxluğunun A çoxluğu olarsa, A ilə B-nin kəsişməsi element sayısı üstəgəl A ilə B-nin birləşməsi element sayısı cəminin, elə ki, ikisinin cəmi soruşur ümumiyyətlə. A çoxluğu B çoxluğunun A çoxluğudur deyir. Yəni A B-nin A çoxluğudur. A B-nin A çoxluğusa, A ilə B-nin kəsişməsi A-nı verəcək. A ilə B-nin birləşməsi isə B-ni verəcək. Deməli, bizdən soruşur NA üstəgəl NB bərabərdir. NA 3 elementli deyir. 3, 5 elementli. Üstəgəl 5. Olacaq 8. Yəni, burada doğru cavabımız 8-ə bərabərdir. Yəni, doğru cavab A variantı. Variant dedim 8. 47-ci sual. 60 ədədinin 60% A, 70 ədədinin 70% isə B olarsa, B çıxan fərqini tapın. Deməli, A bərabərdir 60 vur 60 bölü 100, yəni 36. B də bərabərdir 70 vurulsun 70 bölünsün 100. 49. B çıxan fərqini soruşur. 49 çıx 36, 13. Yəni, doğru cavab burada 13-ə bərabərdir. 48-ci sual. A, B və C-də 2 rəqəmli ədədlər üçün, indi bizə bu bərabərliyi verib,
bizə. A plus B plus C plus D cəmini soruşur. Biz burada A-B'ni yaza bilərik 10A plus B. C-ni yaza bilərik 10C plus D. Plus 9B plus 9D. Bərabər nəyə? 80. Baxırıq ki, 10A, 10A, 10B, 10C, bir də 10D. Bərabər 80-ə. Hər birini 10'a bölsək, A plus B plus C plus D olacaq 8. Doğru cavab burada 8'ə bərabərdir. Qəşəng sual. Keçək növbəti sualımıza. 49. Uyğun tərəfləri perpendikular olan iki bucağın dərəcə ölçüləri 7, 8 nisbətində olarsa, kiçik bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri perpendikular olan bucaqlar eyni adlı ola bilər və ya müxtəlif adlı ola bilər. Nisbət 7/8 verdiyi üçün demək müxtəlif adlıdır. Biri 7K'dır. Biri 7K'dır, digəri 8K'dır. Müxtəlif adlı olduğu üçün cəmləri 180'dir. Yəni 7K plus 8K bərabər 180 dərəcəyə. 15K bərabərdir 180 dərəcəyə. K da bərabərdir 180, 15'ə böləndə 12. Bizdən kiçik bucaq soruşur. Yəni 7K'nı soruşur. 7'ni də 12 dərəcəyə vursaq, olacaq 84 dərəcə. Yəni doğru cavabımız 84 dərəcədir burada. Əllinci sual. Şimdi deyir ki, A-nı verib, B-ni verib, A plus B cəmini soruşur. Baxa, bunları toplasaq, A plus B bərabər olacaq. A plus B bərabərdir. Bunları kəsə çevirməyə ehtiyac yoxdur. Baxaq, 6, 3, 9, 4, 5, 9, 4, 5, 9, 3, 6, 9. Toplayanda elə ki 12, 87. Toplayanda 99. Tam 9 elə bil ki burada artıq dövr edir. Yəni 99 tam dövrdə 9. Burada çıxır ki A plus B bərabərdir 100. Yəni doğru cavabımız burada A plus B cəmi olacaq 100. 51-ci sual. OD şüası AOC düz bucağının tənböləni. Yəni düz bucaq çəkməliyik. Düz bucağın tənböləni. Deməli AOC. İndi deyir ki, OD şüası AOC düz bucağın tənböləni. Yəni bura 45 dərəcədir, burada 45 dərəcə. Bunu bilək. 45 dərəcə, 45 dərəcə. Sonra deyir ki, OY şüası isə AOD-nin tənböləni. OY şüası. OY şüası buranın tənbölənidir. İndi bizdən soruşur. COY bucağını soruşur. Bax, buranı soruşur. Burada biz nəyə baxırıq? İndi mən bura X desəm, burada X-dir. Çünki OY tənböləndir. OD də tənbölən olduğu üçün AOD 2X isə burada olacaq 2X. Elə bir ki, bizdə 4X bərabərdir. 4X bərabər 90 dərəcəyə. Düz bucaq olduğu üçün. Deməli, 4X 90 dərəcə X bərabər olacaq 22,5 dərəcə. Bizdən də soruşur. COY, yəni 3X soruşur. 3X. Bu da bərabərdir 3 vurulsun 22,5 dərəcə. Bu da bərabərdir 67,5 dərəcə. Deməli, 3 bərabər 5, 15, bəli, 67,5 dərəcə. Yəni doğru cavab 67,5 dərəcə. Əlli ikinci sual. Deyir ki, birinci qutuda olan kürəciklərin 30%, ikinci qutuda olan kürəciklərin isə 60% ağ rənglidir. Bu iki qutudakı bütün kürəciklərin 55% ağ rəngli olarsa, birinci qutuda olan ağ kürəciklər ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Baxın. Birinci qutuda X sayda olsun, ikinci qutuda da toplam Y sayda olsun. X'ini 1 ilə birləşdirsəm, toplam X plus Y olacaq kürəciklərin sayı. Birinci qutuda kürəciklərin 30%, yəni X'in 10'da 3 hissəsi ağdır. İkinci qutuda olan kürəciklərin isə 60%, yəni Y-in 60%, yəni Y-in 10'da 6'sı ağdır. Bu iki qutuda bütün kürəciklərin, yəni X plus Y-in %55'i nədir?
ağdır. Deməli, bunların cəmi bizə bunu verməlidir. Ona görə də mən bərabərliyin hər tərəfini 100'ə vursam, burada alınır 30x, burada alınır 60y, 100'ə vuranda. Bərabər sağ tərəfdə də alınır 55 vurulsun x plus y-ə. 30x üstəgəl 60y bərabərdir 55x üstəgəl 55y. 60y çıx 55y bərabərdir 55x çıxılsın 30x-ə. Buradan nə alınır? Buradan alınır 5y bərabərdir 25x-ə. 25x. Y-imiz olacaq 5x. Y 5x-dir. İndi deyir ki, birinci qutuda olan ağ kürəciklər ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Deməli, birinci qutuda olan ağ kürəciklər. Qəşəng bir sualdır. Y tapmışıq 5x. Burada yazıram 5x. 5x. Əslində bunu bu şəkildə də yazmaq, bunsuz da yazmaq olardı əslində. Yazmaq olardı. Yəni bu sualı əslində buradan da yazmaq olardı. Saydaq onda 3'ü. Amma yox, kəsr olduğu üçün bir ehtiyatlı olmaq lazımdır. Y 5x'dir. 5x. Y 5x olduğu için bakın birinci qutuda ağ kürəciklər məlum məsələ. X'in 10'da 3 hissəsi. X'in 10'da 3 hissəsi. Bölünsün. İkinci qutuda ağ kürəciklər. Y-in 10'da 6 hissəsində. Y-də 5x'dir. 5x'in 10'da 6 hissəsi. İndi mən tapıram ki, birinci qutuda olan kürəciklər ikinci qutuda olan kürəciklərin hansı faizini tapıram. Burada x'lər gələcək. Onlar da gələcək. 10'da 1 hissədir. 10'da 1 hissə. Bu da eləyir neçə? 10%. Deməli, doğru cavab burada 10%'dir. Əlli üçüncü suala keçək. Amma burada cavabı qeyd eləmədik. 10%. 10%. Bunu qeyd eləyək. 10%. 53. Diaqramda deyir ki, A və B ədədlərinin sadə vurgularının sayı verilmişdir. Deməli, A ədədi. Baxıram 2, A-da var 5 dənə. A-da 3 var, 4 dənə, 3'dür 4. B ədədinə keçək. B-də 2, 3 dənədir. B-də 3 isə 7 dənədir. 7 dənə. Əbob AB soruşur. Əbob AB. Əbob AB nə deməkdir? Ortaqlar. Ortaqlarında ən kiçik qüvvəti. Baxın 2, 2 ortaqdır. Ən kiçik qüvvəti 2'nin kubu. Yəni 2'nin kubu vur neçə olacaq? 3 üstü 4. 2'nin kubu vur 3 üstü 4. Bu da eləyir 8 vurulsun 81. Bu da eləyir 864. Yəni 648. Yəni doğru cavab burada 648'ə bərabərdir. Dördüncü sual. Deyir ki, bizə alfa AB-yə paraleldir. Alfa 20 dərəcə. Bura 20 dərəcədir. Beta da 80 dərəcədir. 80 dərəcə. Qammanı soruşur. Burada nəyə baxırıq? Mən bu beta bucağın təpə nöqtəsindən A və B-yə paralel bir dənə C düz xətti çəkirəm. Yazıram ki, A B-yə, o da C-yə paralel. Deməli, bura alfadırsa, burada alfa olacaq. Alfanı da bizə verib 20 dərəcə. Bura 20 dərəcə. Beta 80 olduğu üçün deməli bu aşağı hissə 60 dərəcə olmalıdır. 60 dərəcə ilə qamma deməli daxili bir tərəfli bucaqlar adanır. 60 dərəcə ilə qammanın cəmi 180'ə bərabərdir. Demək qamma bərabərdir 120 dərəcə. Yəni doğru cavab burada 120 dərəcədir. Beşinci sual. AB-yə paralel, CD-yə perpendikulyar alfanı verib 150 dərəcə betanı soruşur. Burada nə edəcəm? Bu düz xətləri uzadacağım, iş bitəcək. Bu düz xətləri uzatsam bəs edir mənə. Deməli, burada nəyə baxırıq?
İndi A B-yə paraleldirsə, A B-yə paraleldirsə, deməli bu beta bucağı ilə buradakı bucaq olacaq uyğun bucaq. Burada olacaq beta. Alfanı verib 150 dərəcə. Bura 150 dərəcə. Bura 150 dərəcədirsə qonşusu bura olacaq 30 dərəcə. İndi burada 3 bucaq alındı da. Düz bucaqlı 3 bucaqdır. Bura 90-dır. 2 daxili bucağın cəmi, yəni 30 dərəcə ilə 90 dərəcənin cəmi onlara qonşu olan xarici bucağı, yəni betanı verəcək. Beta. Beta da bərabərdir 120 dərəcə. Yəni doğru cavab burada 120 dərəcədir. Sualların cavabı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.